Hörmətli izləyicilər, mən Onur Rəsulov, Amarkes Global Broker şirkətinin hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacağıq. İlk öncə dolar indeksinə nəzər salaq. Bildiyimiz kimi Trumpın tarif şoku bazarlarda böyük dalgalanmaya səbəb oldu və bir öncəki videolarımızda qeyd etdiyimiz kimi Trumpın əsas hədəfi dolar indeksini ucuzlaşdırmaq, yəni doları qlobal bazarlarda ucuzlaşdırmaq, eyni zamanda hal-hazırda Amerikanın 10 illik xəzinə bondlarının faiz gəlirliyini aşağı çəkməkdir ki, Amerika daha ucuz faizlə borc ala bilsin. Təbii buna nə dərəcədə müvəffəq ola biləcək? Bu ciddi bir sual işarəsidir. Lakin dolar indeksi tariflər tətbiq edildikdən sonra faktiki olaraq düşmüş oldu. Yəni dolar indeksi bir mənada 103 dollar səviyyəsindən 100 dollar səviyyəsinə qədər ucuzlaşmış oldu. Və yeri gəlmişkən bizim sistemimiz əslində 27 mart tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırılması, birinci dəstək səviyyəsinin qırılması da bir mənada dolar indeksinə satış siqnalı vermişdi və diqqət etirsəniz, həmin tarixdən etibarən dolar indeksi yalnız həmin günlər üzrə birinci müqavimət səviyyələrinin altında bağlandı və bu da bazarda güclü satışın olacağını göstərirdi və faktiki olaraq da dolar indeksi kifayət qədər ucuzlaşmış oldu. Lakin doların yenidən yuxarı yönlü korreksiya etməsinin başlıca səbəblərindən bir hörmətli izləyicilər, ümumiyyətlə doların qlobal rezerv valyuta olması dollara hər zaman tələbi yüksək saxlar və dollara tələbin yüksək olması da bir mənada dolların ucuzlaşmasını çətinləşdirir. Bu baxımdan Trumpın tarif siyasətinin nə dərəcədə uğurlu olacağı ciddi sual altındadır və hətta bu yolla təbii qlobal iqtisadiyyat kiçilə bilər. Eyni zamanda Amerika resessiyaya girə bilər. Xüsusilə bir nüansı qeyd etmək lazımdır ki, doların ucuzlaşmasına ən çox təsir edəcək faktorlardan birisi təbii federal ehtiyatların faiz dərəcəsi ilə bağlı açıqlamalardır. Yəni faizlər azalacaqmı, yoxsa faizlər dəyişməz olaraq mı saxlanılacaq? Bunlar önəmli faktordur. Faizin azaldılması üçün əsas faktorlardan birisi, göstəricilərdən birisi keçən həftə əmək bazarında açıqlanan göstəricilər idi. Əmək bazarında NFP, yəni Non-Farm Payrolls, qeyri-kənd təsərrüfatı sahəsində yaranmış yeni iş yerlərinin sayı gözləntiləri üstələmiş oldu və 228 min açıqlandı. 137 min yeni iş yerinin açılacağı proqnoz edilirdi Mart ayı üçün. Lakin 228 min yeni iş yeri açılmış oldu. Lakin ümumi işsizlik səviyyəsi isə 4.1-dən 4.2%-ə yüksəlmiş oldu ki, bu da müəyyən mənada əmək bazarından nisbətən neqativ tendensiyanın başladığını göstərir. Və bu bir anlamda faizin aşağı salınması üçün bir işarə ola bilər. Lakin bu həftə xüsusilə Amerikadan açıqlanacaq CPI, yəni istehlakçı qiymət indeksini, digər adıyla inflyasiyanı yaxından izləmək lazımdır. İnflyasiya bir öncəki dəfə 2.8 açıqlanmışdı. İndi isə, yəni bu həftə üçün Mart ayında ümumi və yaxud da illik əsasda inflyasiyanın 2.6% proqnoz edirlər. Əgər inflyasiya bu göstəricidə və yaxud da 2.6-dan aşağı gələrsə, o zaman federal ehtiyatların faizi aşağı salma ehtimalı yüksəlmiş olacaq bazarda və bu da bir mənada dolları aşağı çəkə bilər. Yox, əgər inflyasiya yüksələrsə, hansı ki bu təbii Trumpın tarif siyasətinin də təsiri ola bilər qiymətlərin yüksəlməsinə. İnflyasiya yüksələrsə, o zaman federal ehtiyatların faizi aşağı salma ehtimalı azalmış olacaq və bu da bir mənada dollarda yuxarı yönlü korreksiyanı gücləndirə bilər. Gün ərzində isə texniki olaraq isə, texniki analiz nöqteyi nəzərindən isə hörmətli izləyicilər, əgər dollar indeksi gün ərzində nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 103.237 səviyyəsini qırıb, onun üzərində bağlanmazsa, biz dollar indeksinin aşağı yönlü düşüşün davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avro-dollar valyuta cütlüyündə də əslində 2 aprel tarixində alış siqnalı yaranmışdı. Diqqət etsəniz, həmin gündə birinci müqavimət səviyyəsinin qırılması və bazarın onun üzərində bağlanması ilə bir mənada avro-dollarda alış siqnalı yaranmış oldu və hal-hazırda da avro-dollar valyuta cütlüyü yüksəliş trendində davam edir. Nə qədər ki, avro-dollar gün ərzində bu günün birinci dəstək səviyyəsi olan 101.088-99 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altında bağlanmazsa, biz avro-dollarda qalxışın şahidi ola bilərik. Lakin burada bir önəmli nüansı qeyd etmək lazım, hörmətli izləyicilər. Bildiyimiz kimi, Amerika dolları ucuzlaşdırmaq istəyir ki, Amerikan məhsulları bir mənada bazarda rəqabətli, qlobal bazarlarda rəqabətliyi artmış olsun. Yeri gəlmişən, Avropa Birliyi də eyni zamanda avronu ucuzlaşdırmaq istəyir və hətta bu il ərzində Avropa Mərkəzi Bankı 4 dəfə faiz azaltmaq istəyirdi. Təbii bir anlamda bu da avroya neqativ təsir edə bilər. Hal-hazırda dolların ucuzlaşması bir mənada avronun yüksəldən əsas faktorlardan birisidir. Lakin Avropa Birliyi ilə açıqlanacaq məlumatları da yaxından izləmək lazımdır. Xüsusilə faiz dərəcəsi ilə bağlı
onların açıklamalarını və eyni zamanda Avropa Birliyinin Amerikaya qarşı tətbiq edəcəyi hər hansı bir tarif siyasəti də bir mənada avroya neqativ təsir edə bilər. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. Diqqət etirsəniz, GBP-USD də əslində 2 aprel tarixində bazarda alış siqnalı vermiş olur. Birinci müqavimət səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin üzərində bağlanması ilə və növbəti gün də bazarda alış davam etmiş oldu 3 apreldə. Lakin diqqət etirsəniz, 4 apreldə bazar birinci dəstək səviyyəsini qırdı və onun altında bağlanmış oldu. Bu bir mənada İngilis funtu və dollar valyuta cütlüyündə düşüş trendi və ya da satışa işarədir. Qeyd etmək lazımdır ki, İngilis funtu əslində rekord səviyyədə bağlanmış oldu. 1.32 səviyyəsinə qədər yüksəlmiş oldu. Lakin İngiltərənin, təbii ki, Amerikanın tarif siyasətindən nisbətən daha az təsirlənməsi də funtu dəstəkləyən faktorlar idi. Lakin hal-hazırda bazarda olan qeyri-müəyyənliklər və eyni zamanda İngiltərə iqtisadiyyatının iqtisadi böyüməsinə dair, yəni iqtisadi artımına dair şübhələr bir mənada funtu aşağı çəkən əsas faktorlardan birisidir. Gün ərzində hörmətli izləyicilər, GBP-USD nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 1.30-573 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz İngilis funtu və dollar valyuta cütlüyündə aşağı yönlü düşüşün şahidi olacağıq. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz USD-YN valyuta cütlüyüdür. Ümumiyyətlə bir nüansı qeyd etmək lazımdır ki, böhran vaxtı investorlar eyni zamanda daha təhlükəsiz maliyyə aləti kimi yenaya yönəlmiş olurlar. Təbii, Yapon yenasının belə deyək, cəlbedici olmasının başlıca səbəblərindən birisi, hörmətli izləyicilər, Yaponiyanın böyük həcmdə xarici, belə deyək də, əssetlərə, xarici maliyyə alətlərinə yatırım etməsidir ki, bu da Yaponiyanı bir mənada kreditor etmiş olur. Eyni zamanda Yapon yenasında Yaponiyada inflyasiyanın çox aşağıda olması, eyni zamanda Yaponiya Mərkəzi Bankının faizi aşağı, uzun müddət faizi aşağı saxlaması Yaponiyanın saxlama xərcini, Yapon yenasının əldə saxlama xərcini azaltmış olur. Eyni zamanda qeyd etdiyimiz kimi bir mənada daha az volatilliyi olduğundan dolayı, hörmətli izləyicilər, investorlar Yapon yenasına meyl edirlər. Ümumiyyətlə, böyük bir, belə deyək, bazarda qeyri-müəyyənliyi olduğu zaman, eyni zamanda yüksək volatilliyi olduğu zaman investorlar Yapon yenası almağa üstünlük verirlər. Diqqət etirsəniz, Yapon yenasının, hörmətli izləyicilər, bir mənada Yapon yenasının bahalaşması və yaxud da USD-YN valyuta cütlüyündəki satış siqnalını bizim sistemimiz 28 mart tarixində vermişdi və həmin gün bazarın birinci dəstək səviyyəsini qırması ilə diqqət etirsəniz və həmin səviyyənin altına bağlanması ilə və həmin tarixdən etibarən Yapon yenası ancaq ucuzlaşıb diqqət etirsəniz və günlər üzrə həmin tarixdən etibarən bazar ancaq birinci müqavimət səviyyələrinin altında bağlanır. Və bu da bir mənada Yapon yenasında böyük bir satış, USD-YN valyuta cütlüyündə böyük bir satış imkanının yarandığına dair işarə edir. Hansı ki, bu siqnal bizdə qeyd etdiyim kimi 28 mart tarixində yaranmışdı. Hörmətli izləyicilər, gün ərzində də Yapon yenası nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 148-116 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz USD-YN valyuta cütlüyündə düşüşün şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Təbii ki, qızılda 27 mart tarixində başlayan alış trendi, diqqət etsəniz, həmin tarixdə birinci müqavimət səviyyəsinin qırılması ilə sistem alış siqnalı vermişdi və bu, təbii ki, 3 aprelə qədər davam etmiş oldu. Lakin 3 apreldə diqqət etsəniz, birinci müqavimət səviyyəsinin, birinci dəstək səviyyəsinin qırılması və bazarın həmin səviyyənin altına bağlanması ilə bir mənada qızılda aşağı yönlü korreksiya səbəb olmuş oldu. Təbii, qızılın düşməsi üçün hal-hazırda, yəni qızılın ucuzlaşması üçün hal-hazırda əslində qlobal bazarlarda fundamental bir əsas yoxdur. Əksində qızılın bahalaşması üçün kifayət qədər səbəblər var. Bu, ticarət müharibələri, dövlətlərin bir-birinə, belə deyək, tariflər tətbiq etməsi, xüsusilə bir nüanslı qeyd etmək lazımdır. Amerika digər dövlətlərə, xüsusilə Çinə aqressiv tarif tətbiq etməsinə Çin də cavab olaraq Amerikan məhsullarına 34% tarif tətbiq etmiş oldu. Eyni zamanda Amerikaya nadir metalların, hansı ki bunlar bəzi, belə deyək, sənayedə mühüm əhəmiyyət kəsb edən metallardır, onların satışına bir mənada qadağa gətirilmiş oldu ki, bu da ticarət müharibələrini əslində kəskinləşdirən faktordur və bundan dolayı əslində qızılın qiyməti yüksəlməlidir. Lakin qızılın aşağı yönlü korreksiya etməsinin səbəbi, hörmətli izləyicilər, adətən investorlar digər pozisiyalarında, böyük fondlar və s. margin kolda olanda və yaxud da zərərdə olanda o zərəri kompensasiya etmək üçün qızılda olan mənfəətlərini bağlayırlar. Təbii ki, bu mənfəətlərin mənfəətli pozisiyaların bağlanması da qızılda aşağı yönlü korreksiya səbəb olur.
Lakin qızılda ümumi fonda baxdığımızda alış trendi davam edir. Əgər gün ərzində qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3111 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılda aşağı yönlü korreksiyanın, diqqət yetirin, aşağı yönlü korreksiyanın şahidi ola bilərik. Lakin uzun fonda qeyd etdiyimiz kimi qızılın nəticəsində düşməsi qızılda daha yaxşı alış imkanları yaratmış olur. Hörmətli izləyicilər, bir digər ən vacib maliyyə alətimiz neftdir, Brent markalı neftdir. Qeyd etmişdik ki, neftin qiyməti ümumiyyətlə son vaxtlar böyük bir volatilliklə müşahidə olunurdu. Çünki Trump'ın açıqlamaları, Venezuela neftini alanlara 25% tarif hədələməsi, İran neftini daşıyan tankerlərə sanksiyaların sərtləşdirilməsi, İranla olan kəskin, belə deyək, münasibətlər və eyni zamanda Rusiyanın müharibəni dayandırması və yaxud da ki, bazara daxil olması, sanksiyaların götürülməsi söhbəti və s. Ondan dolayı qlobal bazarlarda neftlə bağlı çox ciddi xəbərlərin yayılması bir mənada qeyd etdiyimiz kimi neftin qiyməti yüksək volatilliyə səbəb olmuşdur. Lakin son olaraq Trump'ın tarif siyasəti tətbiq etməsi bir mənada qlobal iqtisadiyyatın kiçiləcəyi gözləntilərini artırmış oldu və bu da öz növbəsində neftə olan tələbin azaldacağını ehtimallarını artırır və neftin qiyməti aşağı yönlü yenidən sərt bir şəkildə düşməyə başladı. Və diqqət etirsəniz, bizim sistemimiz əslində 2 aprel tarixində neftin qiymətində satış siqnalı vermişdi. Belə ki, həmin gün üzrə birinci dəstək səviyyəsinin qırılması ilə və bazarın birinci dəstək səviyyəsinin altına bağlanması ilə bir mənada neftə satış siqnalı yaranmışdı və diqqət etsəniz, həmin tarixdən etibarən neftin qiyməti ancaq aşağı yönlü davam edir. Hal-hazırda neftin qiyməti 63 dollar ətrafında ticarət olunur və gün ərzində neftin qiyməti nə qədər ki, bu günün birinci dəstək səviyyəsi, müqavimət səviyyəsi olan 69 dollar səviyyəsini, 69.30 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz neftin qiymətində aşağı yönlü eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Ümumiyyətlə, Trump'ın tarif tətbiq etməsindən bəri S&P 500 indeksi təxminən 10%-ə yaxın dəyər itirib. Bu, haradasa 5 trilyona yaxın, belə deyək, Amerikan fond indeksində pulun əriməsi deməkdir. Təbii, S&P 500 indeksindəki düşüşün başlı səbəbi tariflərin təkcə digər ölkələrə yox, eyni zamanda həm qlobal ticarətə, həm də Amerikan şirkətlərinə neqativ təsir edəcəyi gözləntisidir. Çünki bu tariflərə qarşılıq olaraq Çinin də tarif tətbiq etməsi Amerikaya, eyni zamanda Avropa Birliyinin, İngiltərənin, Yaponiyanın və digər ölkələrin Amerikaya tarif tətbiq edəcəyi hallarda təbii ki, Amerikan şirkətləri də bundan kifayət qədər zərər etmiş olacaq və bundan dolayı da S&P 500 indeksindəki satışlar bir mənada güclənmiş olur. Bunun nə qədər davam edəcəyini demək təbii ki, hələlik çətindir. Lakin bu tarif müharibələrinin və yaxud da ticarət müharibələrinin necə başa çatacağını da proqnoz etmək çox çətindir. Lakin dövlətlər bu məsələdə hər hansı bir razılığa gəlməzsə, biz hələlik S&P 500 indeksinin düşüşün davam edəcəyini proqnoz edə bilərik. Yox, əgər dövlətlər bu məsələdə müəyyən bir konsensusa gələrlərsə, o zaman S&P 500 indeksi yuxarı yönlü, belə deyək, yüksələ bilər və bu daha dayanıqlı bir yüksəliş ola bilər. Çünki bunun üzərinə eyni zamanda federal ehtiyatların faizi aşağı salma ehtimalı da olarsa, bu zaman biz qeyd etdiyim kimi S&P 500 indeksində yüksəliş trendini müşahidə edə bilərik. Hörmətli izləyicilər, gün ərzində nə qədər ki S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi, müqavimət səviyyəsi olan 5467 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində düşüşün davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.